Elektron hökumət portalı vasitəsilə vətəndaşlara təqdim edilmiş, vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi xidmətindən istifadə edilməsini göstərəcəyik. Bu xidmət vasitəsilə hər bir istifadəçi PIN koduna əsasən özünə aid olan fərdi məlumatları bir formanın içində yığcam şəkildə əldə edə bilər. Bunun üçün e-defis.gov.az elektron xidmətlər portalına daxil olub, təqdim olunan elektron xidmətlər siyahısından vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi xidmətini seçməlisiniz. Avtomatik olaraq vətəndaşın fərdi məlumatları barədə arayış forması açılacaqdır. Açılan formanın içində müxtəlif qurumlar tərəfindən təqdim olunan elektron xidmətlər vasitəsilə alına biləcək və vətəndaşa aid olan fərdi məlumatlar verilmişdir. Həmin forma bir neçə hissədən ibarətdir. Məsələn, şəxsiyyət vəsiqəsi hissəsində vətəndaşın fotoşəkli, adı, soyadı, atasının adı, ünvanı, PIN kodu, şəxsiyyət vəsiqəsinin nömrəsi və s. kimi məlumatlar əks olunmuşdur. Hətta vətəndaşın şəxsi imzasının sürəti də vardır. Sosial statusu hissəsində isə dövlət qulluqçusu və ya müəllim olub-olmadığı, müavinət yaxud ünvanlı sosial yardım alıb-almadığı, tibbi sosial ekspertizadan keçib-keçmədiyi haqqında məlumatlar əks olunmuşdur. Bu xidmətdən yararlanan istifadəçinin adına şəhərdaxili telefon nömrəsi olduqda, həmin telefon nömrəsi haqqında olan bütün məlumatlar telefon danışıqları hissəsində əks olunacaqdır. Burada həmin telefon nömrəsinə görə bütün borclar da göstərilmişdir. Açılan formanın Əmək və Sosial Müdafiə hissəsində isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan məlumatlar öz əksini tapmışdır. Burada 1-ci ay 2006-cı il tarixindən başlayaraq sığorta olunan qazanılmış pensiya kapitalı barədə məlumat, əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı və s. məlumatlar əks olunacaqdır. Gələcəkdə müxtəlif qurumlar tərəfindən təqdim olunan yeni xidmətlərin tərkibində olan fərdi məlumatlar da vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi elektron xidmətində əks olunacaqdır.